olacaqdı. İndi bu dərs 2D array'lər istəyəcəm. Bir də ixtisar loopları, nested loop deyilir ümumiyyətlə. Ondan sonra tapşırıq atacağım. Necəcə? Deməli, ixtisar 2D array'lər birinci nədir? Biz keçən dərs göstərmişdik ki, bunu array'ləri üretmişində bu şəkildə qoyduğumuz zaman bir çoxluq yaradırıq ümumiyyətlə. Hani necə ki, riyazi çoxluqlar kimi informatika kodlamada da array'lər var. Bunlar üçün fərqli ədəd qoya bilirik. İçinə istəyirsə bu şəkildə belirləyə bilərik. Hani 10 dənə fərqli var ya. 10, 1, 2, 3, 49, yəni və bu şəkildə gedə bilərik. 10 dənə belirləyə bilərik içinə. Ya da istədiyimiz kimi təkrar edə bilərik. Bu şəkildə də hər hansı bir indeksinə bir rəqəm belirləyə bilərik. Amma bunlar baxmalısınız ki, bu 10 olmaz. Çünki indeksləmə 0-dan başlayır. 10 dənəsi 0-dan 9 olur. 11 isə deyək ki, bu məsələn 11-dirsə, bu da 0-dan 10-a qədər olur. Yəni ona görə bura 11 yazsaz, o artıq xəta verəcək, deməli düz işləməyəcək də. Çünki 11-ci indeks yoxdur. Sonra sort komanddan keçmişdik. Sort bu şəkildə yazdığı zaman A plus neçə dənəsə 11-dir yəni. 11-dən yazdığı zaman bu başdan sona bütün array'i sıralayır və kiçikdən böyüyə doğru sıralayır ümumiyyətlə. Bu arada bura neçə yazsaz o qədər hissəsini sıralayacaq. Məsələn, əlimizdə rastgele rəqəmlərin olduğu bir array var. Deyək ki. Məsələn, bura A plus 3 yazsaz, sadəcə bu ilk 3 arasında sıralama eləyəcək və array nə alacaq? Böyle sortludur. Neyse, plus 4 deyək ki. Bunun sadəcə ilk 4-ünü sıralayacaq və bunları zorlamaq sıralayacaq şəkildə. Geri qalan yenə integerdə qalacaq və 24, 44, 11 şəkildə qalacaq. Yəni, bu plusdan sonra neçə yazırsınızsa, o qədərini sıralayır ümumiyyətlə. Eyni şəkildə reverse command da eyni cür işləyir o. Yəni, belə yazırıq. Bu reverse-də belə sortlama falan deyil. Direktman, yəni array nə vermişsə, onun tam əksini çıxışa verir. Hani 1, 2, 3 vermişsə array'ə, 3, 2, 1 şəklində çevirir onu. Əgər böyükdən kiçiyə də sıralamaq istəyirsinizsə, onda sort yazıb sonra reverse eləyib də böyükdən kiçiyə sıralaya bilərsiniz. Burada da eyni burada eyni ya da bunları göstərmişsiniz izləyirsiniz. O bir videoda var, siz izləyə bilərsiniz. Deməli, 2 boyut, bir də onu göstərdim ki, əgər məsələn deyək ki, bir n bələddir, indi buradan məsələn heç bir şey bəlləmədən çıxartdığı zaman bu rastgele ədəd atır da. Göstərim hətta onu. İnternet gerek yok. 10 dənə bir şeydir. Heç birinə bir şey belirləmirik və sadəcə deyirik ki, cout A məsələn 2-ni. A'nın ikinci indeksini. Bu arada onu yazmaq olmaz kimi. İkinci 0 rastgele bələddir. O da 0 oldu. Amma məsələn istəyirsiniz ki, biz hamısını başdan sona 0 mı özüyümüzdə? Neyse. Yəni o dəyişir ümumiyyətlə. Rastgele bir rəqəm atır ora. Eğer məsələn bunun istəyirsə hamısı 0 olsun, yəni məsələn başlanğıc bir şey hamısı 0 olsun istədiyi zamanda deyək ki. Onda bu A-nı gətirib int main-in sölündə belirləyə bilərsiniz burada. Nöqtəli. Bunu elədiyiniz zaman artıq o array'in bütün dəyərlərini 0-a bərabər edir. Və amma burada belə problem var ki, eğer mesela biz bir n dənə array yaratmaq istəyirik, n boyutlu bir array yaratmaq istəyirik də. İndi tam bəzi suallarda deyir ki, məsələn n 10 üstü 6-ya qədərdir, onda bura 10 üstü 6-ını dək yaza bilərsiniz. Çünki n zaten maksimum gedəcək yer orada, yəni asan olursa belə yaza bilərsiniz. 10 üstü 6 yaza bilərsiniz. Çünki n zaten burada neçə qoyursa qoy, limit verir mesela sualda n maksimum 10 üstü 6 ola bilər. İkisi bərabər də 10 üstü 6 yazır orada. Bunu eləyə bilərik, tamam da düzdür. Amma əgər istəyirsə biraz daha kod optimizə etsin deyək ki də, yəni hər səfərində 10 üstü 6 getməyəcək sonuç olaraq. Ona görə bunu eləmək çox da sərfəli deyil. O zaman gəlirsiniz burada, yenə array yaratdınız, n boyutlu və bərabər bir şey yazdığınız zaman
Buna ne yazmışsa bütün değerlerini beraber eləyir. Yani 1 de yazsanız, 2 de yazsanız, server start'da ona bütün değerleri beraber eləyir. Burada yazdığınız rəqəmə. Ama bir dənə yazmalısınız. Bir iki dənə şey olmaz burada. Aha. Bir şey yoktu. Deməli, iç-içə arraylər də, yəni düşüncəniz kimi iç-içə arraylərə 2D arraylər. Normalde array tək bir sətir şəklində edilir. Artıq həm sətirlər, həm də sütun şəkildə ilerləyə bilir. Bu da necə olur? En sıxışa verək. Da elə bir yazaq da. Məsələn 5 boyutlu 2 dənə array yaradaq. 5'in 5'e de 500'ünü 5 demiş 2. Bu 5'in 4'ü de olabilir yani illa Hüseyin. Geldi ona bir tane tez gösteremem da. Zaten teze başlayacak 2 değerlere. 2 değerlerde dediğim gibi burada yazarak elə bil 2 deyək, məntər deyim, o bilsin kvadratlar, fəza fiqurlar kimi də 2D bir şey yarada bilirik və mesela göstərim də bərabər deyək, bütün dəyərlərini 1'ə bərabərlədik deyək ki. Bu arada Hüseyin göstərim. Bu belə yazdığınız zaman bir array'e, normal array'də də elədir. X array yaradaq, məsələn 10 yazıb sonra bunun qabağına belə yazdığın zaman bütün dəyərlərini bunun içində yazsa ona bərabər eləyir. 2 dəyəri də eyni şəkildə işləyir. Burada nə yazsa ona bərabərlədi. Və artıq gedək. I bərabərdir 0'dan 5'e qədər. İndi bunu çıxışa vermək üçün sırf nə lazımdır bizə? Bizə bunu çıxışa vermək üçün lazımdır ki, bir dənə daha bunun içində bir for yaradaq ki, bu sadəcə ilklərini yoxlayacaq da. Biz bir-birə baxmayaq. Birinci məsələn birincinin değeri 0, sonra ikincinin değeri 1 olan. Sonra bir değeri 0'ın 2'ye, sonra 0'ın 3'e, sonra ne bileyim işte o 7'ye kadar gelir. Sonra ne böyle olacak? Sonra 1'in 1'e, 1'in 2'ye, 1'in 3'e, 1'in 4'e yapmış. Bir koordinat oku olur ya, bir şey riyaziyyatda biz görürük. Onun kimi düşün. Yani bir şey biz işte yarattık. 15 neyse olsun hadi. 1, 2, 3, 4, 5, 6 tane oldu. Altının yettiği oldu indi bura. Bura 0, 1, 2, 3, olsun yazmak satmış. Neyse. Bu da 0, 1, 2, 3, 4, 5 getirilərə. Deməli, o ilk yazdığımız tərəf buranı göstərir, buradakı koordinat. Bir də o koordinat oxunu yazılı görmüşsünüz də yəqin ki, şəkildə çəkiriyə. Məsələn, buranın bir koordinatın içində birinci aşağıdan baxırıq, bir də bu tərəfdən baxırıq. Onun kimi düşünün. Burada da birinci o x tərəfini yerəcəyik və bir dənə də ikisində ayrı bir loop yaradırıq ki, bu ikinci tərəfə də baxa bilək. Bu şəkildə burada j. Məsələn, bu evrensel bir şey demiş. For yazılan ya i ya j istifadə olunur. Bir də k. Şöyle gedirik. Deyirik ki, hər səfərində birinin dəyərini çıxışa verək. Biraz izah eləmiş olacaq amma. Hər biri bitəndən sonra da bir dənə endline edirik ki, sətir versin də. Hani birinciləri ayrı, ikinciləri ayrı şəkildə. Niye böyle oldu? Sadece birinci şey. Biz onu değiştirdik.
Yani neyse o neyse işlemedi o. Deməli, hə, ümumiyyətlə, nə deyək də, məcbur. Deməli, son normalda arraylər deyil də, vektorlarda fill deyə bir komut var, o arraylərdə istəyirəm, heç yoxlamamışam. Amma yəni ondan əvvəl istəyirsinizsə, yeni şəkildə, yəni hızlı bir kod yazaraq burada, for deyək də. Məsələn, hamısının bütün dəyərlərini deyək ki, bərabər edirik 1-ə. Yəni, məsələn, hər hansı bir hissə bunu şəkildə yaza bilərsiniz. Yəni, bu şey olmalı. Məsələn, bunun yerinə char da istifadə edə bilərsiniz. Char ya da ümumiyyətlə, char demişdim də string kimidir, amma sadəcə tək bir simvolu qoymaq olur onun içinə. Char eləyək və məsələn, deyək ki, hamısı bərabər olsun. Bir dəqiqə. Char olduğu zaman 2 dənə dırnaq qoyanda, hani şurada qoyduğu zaman da bunu string olaraq algılayır deyə onu bir char arrayinə bərabər eləyəməz. Məcbur tək xətt qoymalısınız. Bu da belə fərq var. Gördüyünüz kimi hamısını bərabərlədim nəticəyə. Deməli, bu iç-içə forlardan biraz danışaq. Hələ ondan əvvəl məncə tam arrayin dəyərliyini. Yəni, o 2D arrayin çox da bir fərqli yönü yoxdur da. Eyni array kimi düşün, sadəcə 2 dənə koordinatı var. Əvvəl tək indeksə baxırdıq sadəcə. Hani 0, 1, 2, 3, 4, 5, 6, 7 kimi. 3, 4, yəni neysə. Yəni, belə baxırdıq. 0, 1, 2, 3, 4, 5, 6 kimi baxırdıq. İndi də bundan sonra həm buna baxacağıq, x koordinatına, həm də y koordinatına. Yəni, burada birinci yazdığınız buranı göstərir, ikinci yazdığınızda bunu. Yəni, məntiq olaraq düşünə bilərsiniz onu. Birinci buna baxır, bunlar 1, 2, 3, 4 artır, sonra keçir o bir səhvə də, bunlar 1, 3, 4, 5, 6 deyə artır da. Amma biraz məntiq düşüncəni anlaya bilərsiniz. Ondan yəni sonra oturacaq, problem eləməyin. Əsas bu iç-içə forlara baxaq. Sən bunu nə edə bilərik? Bir sual üzərindən gedək də məsələn. Məsələn, sizə bir n verilir ümumiyyətlə deyək ki də. Dəqiqə. İç-içə forlar deyirdim. İkinci onlara bax, arraylə keçmədən əvvəl. O düşürüz qarşıdıq. İç-içə forlarda deyək ki, məsələn, sizə bir, yəni, şəkildə yazılır. Təzə gəldi, onu göstərim tez. Yəni, bunu bəlkə də görmüsünüzdür. Məsələn, bir n rəqəmi dedikdə, hətta qoysaz. Yəni, ümumiyyətlə, bura hər hansı bir rəqəm qoyuruq. Amma bir şeylik içsə yazın. Elədik, yəni, bunlardan adını anlaşılır. İndi bunlarla bəzi suallardan tədiləcəyinizə baxacaq. Məsələn, deyək ki, sizə bir n rəqəmi verildi. Və deyək ki, n-in n boyutunda fora deyəlim, baxırdıq. Orada bir iç-içə for nətər işləyir? 2 dənə iç-içə for yazır və bu 2 boyutlu bir şey yaradır da, bizə bir şəkil yarada bilir. Məsələn, burada göstərilmiş kimi. Burada, necə ki, əvvəllər sadəcə, məsələn, 1-dən n-ə qədər gedirdik. Burada 2 boyut ilə baxırıq. Yəni, koordinat oxu yəqin ki, hamınız görmüşsünüz də, bir şəkildə işləyir ya. Hani, onun kimi iç-içə yazmaq kimi düşünün. Hətta bunu sadəcə burada istifadə eləməli deyilsiniz. Məsələn, deyək ki, basitindən başlayaq da. Sizə bir array verilir. Nətər eləyək? Hər birinə qədər yox. Neysə, yəni, onu demək çalışıram ki, bunu sualsız izah eləmək çətindir. Ümumiyyətlə ki, yəni, çox tezə bir məntiq yoxdur da burada. Sadəcə, bunu düşünərək anlamalısınız ki, 2 dənə iç-içə array kimi. Məsələn, deyim ki, bir sualdan baxaq ən yaxşısı. Yoxsa bunu belə izah eləmək çətin olacaq.
Bizə n'in n boyutunda məsələn bir şey verir. Bizə bir n verilir hələ sadəcə və deyir ki, n'in n'ə bir şahmat taxtası yaradın. Nöqtə və bu hashtaglər nə deyilir? Bu işarəyə nə deyilir ümumiyyətlə? Orada bunlara. Bu işarədə nə deyirlər? Hashtag mi deyirlər bunlara? Hashtaglər və nöqtələrlə bir şahmat taxtası yaratmamızı istəyirəm sizdən. Deyək ki, o da necə olacaq? Ümumiyyətlə. Bizə bir n rəqəm verdim. Məsələn, n5 olsun da deyək ki. Bizdən istəyir ki, bir dənə şahmat taxtası yaradırıq. Yəni, çıxışa veririk daha doğrusu. Bizə bir 6'nın 6'ya bir şey verir və bizdən çıxışa verək bir şahmat taxtası. Birinə məsələn hashtag qoyuruq bura. Sonra yanına da nöqtə. Şahmat taxtası necə olur bilirsiniz ümumiyyətlə. Sonra nöqtə. Sonra yenə bir bu işarədən, sonra yeni nöqtə. Bu şəkildə. Yəni ağ və qara kimi də bunun üçün bir şey çıxışa verməmizi istəyir bizdən. İndi sizdə bunu necə eləyə bilərik tam olaraq da? Sən onu göstərim. Yəni bunu birinci mən göstərəcəm, izah eləyim hələ ki. Sonra biraz baxarıq. Yəni biz birinci burada bir n rəqəmi almalıyıq mütləq. Hər üçün n istəyir bizdən. Ardından içində bir loop yaradırıq və artıq burada koordinatlar üzərindən gedəcəyik. Yəni necə? Biraz burada şey kimi düşünün də. Hani bu sıfırıncı məsələn fordur, j'nin, i'nin sıfır olduğu, bunlar da j'dir. Gələm niyə bol dolaşdırdım? Sıfır, burada sıfır, 1, 2, 3, 4, 5. Şimdi indi bura baxdığınız zaman bunlar arasında bir uyğunluq görməmiz lazımdır. Aslında çətin olduğu üçün neyse. Hər deyək ki, nöqtədir. Bu şəkildə yox. Şahmat taxtası belə olur ümumiyyətlə. Yəni, belə deyək ki, ümumiyyətlə. İndi siz burada artıq baxaraq görməniz lazımdır ki, ağ nöqtələrdə koordinatlar 0'a 0, məsələn 0'ın ikisi, məsələn 0 burada ümumiyyətlə bu sol tərəfdə i'ni olduğu yerləri göstərir bu i'nin dəyərlərində. İkincisi j'nin dəyərləri. Çünki onu fikirləşsəz ki, birinci məsələn bu gəlir, deyək ki, birinci sətirdə. Sonra onun ardınca işte rəqəmlər J0, J1, J2, J3, J-nə qədər. Sonra yenə i bir dəfə artır, 1 olur deyək ki, J0, 1, 2, 3, 4, ümumiyyətlə gedir, yenə n-ə qədər. Ence davam elədikcə, yəni oradan anlaya bilərsiniz ki, yuxarıda yəni bunların o sıraları J-ni təmsil edir. Sətirlərsə, i-ni təmsil edir. Sətir sütun deyək ki, sütunlar J-dir, J0'ın olduğu sütundur bu, J-nin 1 olduğu sütun, 2, 3. İlərisi sətirlərdir. 1, 2, 3, 4 kimi gedir. Deməli, burada artıq biraz məntiq yürütmək lazımdır. Və bunu görə bilərik ki, baxın, ağda deyək ki, bu 0'ın 0'a, 0'ın 2'yə, 0'ın 4'ə. Bunu necə tutmaq olur? 0'ın 0'a, sonra 0'ın 2'yə, ardından 0'ın 4'ə, ağ var hələ ki yazılamda.
Sonra ikinci sətirdən 1-in 1-ə, 1-in 3'ə kimi devam edir. Tam düzcəm çox iyi. Bunların yerlərində. Tamam. 2'nin 0. Burada artık şuradan anlamalısınız ki, bakın, onu ne getdiyi, neyse. Birinci mesela mansarda oldu. Cütün, cütə, cütün, cüt, cüt, cüt. Sonra yine tək, tək, burada tək, 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 tək. Sonra yine cüt, 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 yine cüt. Bir cüt, bir tək olacaqdı. Ya da bir şey də özətləyə bilərik ki, ümumiyyətlə. Birincinin, yəni bizim i tərəfindəki cütdüsə, cüt olanlarda ümumiyyətlə olacaq. Təksə, tək olanlarda olacaq da ümumiyyətlə. Deməli, ya da siz baxa bilərsiniz ki, bir dəfə ikincisindən başlayır, bir ara ilə gedir, sonra diğərində birincisindən başlayır, bir ara ilə gedir. Bunun çox qarışıq mövzudur ümumiyyətlə, bunu izah eləməyə özəklə daha qarışıqdır. Yəni, amma dediğim kimi, çox bir şey deyil də, bu sadəcə məntiq yürütlərə özünüzdə anlaya biləcəyiniz şəkildədir bu. Deməli, onda birinci də kod yazma başlayırıq. Burası sadəcə bir içinə if qoyacağıq və orada gördüyümüz, yəni, ümumiyyətlə, belə suallar üzərində olduğu zaman 2D sualları da bunu yazmalıyız məsələn. Yanınızda bir kağız qələm varsa. Ümumiyyətlə, kodlamada yanınızda bir kağız qələm olması çox daha rahat olar. Yəni, sonra yazdığınız zaman bir yerdən sonra bir davamlıq görəsiniz də, bir örüntü görəsiniz, ona davam edərsiniz. İndi deyir ki, burada nə gördük? Ya hər ikisi də cüt olmalıdır, ya da hər ikisi tək olmalıdır ağ olması üçün. Ağ olanlara heç nə qoyaq deyək ki, qara olanlara eyni boyutda bir şey yaptırım, ət işarəsini qoyaq. Yəni, bunu da. Deməli, deyirik ki, ya hər ikisi də təkdirsə, ya hər ikisi də təkdir, onda yenə, yəni deməli, ağ olacaq, çıxışa bu hashtag verdik. Burası sizinlə qoya bilərsiniz bu arada, heç problem yoxdur. Sadəcə tək olduğu üçün hashtag qoya bilərsiniz, qoyma mənası yoxdur. Else if, əgər hər ikisi də cütdürsə, həm i, həm j, yenə yahut şey qoyuruq. Burada else if yazmanın çox şey yoxdur. Yəni, cütsə baxdığınız zaman hər ikisi tək olacaq, hər ikisi cüt olacaqsa. Yəni, ya da ikisi də olmayacaq. Hani, həm cüt, həm tək olmaya bilərmi? Yəni, həm cüt, həm də tək ola bilərmi eyni zamanda? Xeyr. Amma yenə də else yazmaq, yəni, o əl alışqanlıqdır, ümumiyyətlə. Bir şey itirmirsən, ona görə elə. Əgər hər ikisi deyilsə, yəni nə hər ikisi də təkdir, yəni nə hər ikisi də cütdürsə, deməli artıq bu ağaların eli qara xanadır. Onda da yahut deyəcəm. Bunu çıxışa verək mi? Amma çıxışa bir şey gördüm. Məsələn, 4'ün 4'də bir şey yaratsın deyəcəklər. Buradan verim. Hamısı bitişi verdi. Niye? Çünkü burada oradan çıxanda bir dənə də inline eləmək yadımdan çıxdı. Çünki hər sətri verir ya, hər sətrdən sonra da sətrə keçsin də, onu gələməzsin. Gördüyünüz kimi burada çox da belə yaxşı görünmür. Uzunluq daha fazladır, amma çünki qılımı çıxışa verəndə. Amma görə bilərsiniz ki, burada tam şahmat taxtası kimi çıxışa verir də. Yəni, bir ağa, bir ağ, bir qara kimi. Yəni, heç iki dənə qara yan-yana deyil. Ya da iki dənə ağ yan-yana deyil. İndi bura qədər bir sual olan varmı? Yəni, bir sual olan varsa mütləq çünki demişim, biraz qəliz mövzudur da, yəni anlamayan olsa bir də izləyin. Heç kim yoxdur, elə ki sual olan. Xeyr.
Çox yaxşı. Deməli, bəs sonra indi əsas hissələr, biraz da piyasada əreylər göstərmişim də, yəni içində saxlaya bilir də birdən fazla dəyəri. İndi burada 2D məsələn bu şəkildə artıq bunlar 2D-dir. Yəni öyrənə bilirsə, hani 1D təsvir sifətli, 2D 2 boyutlu, 3D-də hani şəkildə göstərdi hani 2D bu tək D-dir, tək bir tərəf ümumiyyətlə. 2D belə göstərilir. 3D-də belə. Yəni buranı silək. İndi bunları tutmaq üçün də, yəni bunları bir yerə saxlamaq üçün əreylər kimi artıq 2D əreylərdən istifadə etmək olacaq. Bu əreylər də eyni şəkildə işləyir, biraz əvvəlki ilə. Yəni SNF əreylər kimi bu şəkildə yazırdıq ya, əvvəlki əreylərdə ümumiyyətlə. Artıq bu 2D olanların yanına bir dənə boyut daha əlavə edib ikincisini qoyuruq və bu şəkildə artıq buna da bir dəyər qoya bilirik. İndi öyle bir şey istəyək. Deyək ki, bizə bir 2D bir cədvəl verilib və bizdən istəyir ki, bütün sütunların cəmini çıxışa verək ayrı, sətirlərin yox. Sütunların cəmini çıxışa verək. Yəni necə? Burada yazın. Məsələn, bizə girişə deyək ki, bize en boyutlu bir şey versin de. Orada en boyutlu bir şey deyirsə, bilin ki, o da birinci əvvəldən bilsin en almalısınız. Neyse. Deyək ki, 5'in 5'ə. Ümumiyyətlə, bunu belə qoyum. Biraz böyle yapalım. Kendine çıkır. Şey yetti. Tamam, rastgele gönderiyorum. Ha, diğer ki bizden burada her ya da 5'in 5 elliye onda sonra problem olur. Yani orada mesela n'in m'i alıp iki farklı değil. Yani illa 5'in 5 olmalı değil. 4'ün seçim falan takdirde de alabilirsiniz. Yani dedim burada değil yani şu en olmalı değil de mesela burada 5'in içinde de bir şey alabilirsiniz. Kimi? Neyse. Aha. Deməli, burada deyir ki, biz istəyirik ki, bütün sütunların cəmini ayrı-ayrı çıxışa verək. Yəni bunun cəmini olur 16. 23 məsələn bunun cəmini çıxışa verdik. Aynen. Sonra məsələn bunun cəmini eləyir 12, 22. 27 məsələn bunun cəmini necə çıxışa verməmizi istəyir. Yəni sizcə bunu necə eləyə bilərik? Yəni bura qədər ki, elə bu arada bunun sineması eyni şəkildə işləyir. Naciyə. Yəni bir dənə i'lərin hər birinin ayrı-ayrı gələnlərin gəlsin ümumiyyətlə ki, yəni fordan hər birdən n'ə qədər gedirdik. Sıfırdan n çıxdırə qədər daha doğrusu. İndeksləmə edirik. Bu şəkildə gedərək hani deməli də burada 2 boyutlu. Həm i'lərə, həm j'lərə baxmamız lazımdır. Hani i0, j1, i0, j2, i0, j3, i0, j4, i0, j5. Nə bilim. Yox, bir dəqiqə. i0, j0, i0, j1, 0. 2, 0, 3, 0, 4 kimi. Ya da burada 1, 0, 1, 2, 1, 1, 2, 1. Neyse de işte böyle düzlem yeter. Evet, bizden istəyir ki, hər bir sütunun cəmi, sütunlar yəni bu şəkildə 1, 2, 3 kimi çıxışa verməmizi istəyir. Bunu necə eləyə bilərik? Biraz gəlir sualı çoxlayıram. Siz biraz düşünün. Bir fikri olan varsa, hər hansı bir ideyası olan varsa deyə bilər.
Okey olduğunda buna özümüz eləməli ki, necə edirik burada? Bir menşədən for yaradırıq. Amma artıq burada birinci şeylər hani biraz düşünək də, məsələn bu sütunu tanımaq istəyirik də, birinci sütunu. Onda indi buradakı hər bir dəyərə bir baxaq da. J sıfırdır, I sıfırdır. J sıfırdır, I birdir. J sıfırdır, I ikidir. J sıfırdır, I üçdür. J sıfırdır, I dörddür. Yəni görürük ki, burada J sabit qalır, amma geri qalan artır da ümumiyyətlə. Yəni I dəyişir. Onda belə eləyək də gəlin. Elə birinci hissəyə J-ni verək. Çünki J-nin hər biri 0 olacaq və I-nin dəyişənlərini toplamamız lazımdır burada bizə. Sonra buradan nəticə gələcək. J 1 olacaq və I-nin fərqli qiymətlərini biz tutmalıyıq. Sonra burada J-nin 2 olması, yəni 0-dır, J 1-dir, J 2-də onun, yəni J sabit qalır ümumiyyətlə hər bir sütunda. I isə dəyişir də. Ona görə gəlin J-ni başdan yazaq birincisi. Yəni dəyişməsin də J orada sabit qalan olsun. Sabit qalmayacaq. Dəyişəcək, amma yəni ümumiyyətlə də cəmləmə sırasını deyək ki. Və bu da yəni n-ə qədər gedir. Şeyini arttırırıq. Və i-nin dəyişməsinə baxaq da. I sıfırdan i-nə qədər. Hansı ki, burada biz sam yığa götürəcəyik. Bir int cəm deyək. Bərabər sıfırdan başlayır. Və cəmin üstünə gəlirik. Plus bərabərlik göstərmişdim də. Bu üstünə gəldim, nə yazırsa. A, I, J-ni. Soruşa bilərsiniz, niyə I, J yazdıq? J-yə başladı. Axı, el yazıdan çox bir şey dəyişmir. Yəni, burada biz J-nin sabit qalmasını ona görə istəyirik ki, yəni, bunun koordinatı axırı dəyişmir də. Sən J-ni başa yazdığın zaman, bu hələ də I 0, J 1, yəni birinci 0, ikinci 1 kimi qalır. 0, ikincisi 1 bu. Pardon. Kim qarda, yəni, necə deyim, yəni zaten sən bura sıfırdan, yəni bunu yazdığın zaman ondan bunlar heç fərq olmur ki, yəni burada birinci gələni bura yazırıq, ikinci gələni bura yazırıq. Yəni fərqində ibarətdir ki, yəni burada heç bir fərq yoxdur da, yəni məntiqi olaraq baxsaz eyni şeydir. Yəni biz niyə bir də onu J-ni dəyişirik ki o zaman? Yəni necə deyim? J hani sabit qalır və ikincidə bunu foru başda da yazsan, foru sonra da yazsan, yəni ikinci tərəfin qiyməti bunların x-i əslində daha rahat olacaq izah eləməyə. Hani bura y xətti deyək ki, burada x-dir də, x dəyişir 1, 2, 4, birinciyə x, ikinciyə x deməmiz üçün deyirəm. Hər səfərində J-ni sabit tuturuq. Yəni məsələn burada bu sabit qaldı da, bu sabit qaldı. Barmağımla göstərərək görəsiniz. Neysə, bu sabit qaldı və i-ni sonra dəyişəcək və sonra yenə J sabit qalır, i-nin dəyişməsi, J sabit qalır, i-nin dəyişməsi. Hani burada əslində biraz bu koordinat kimidir də. Anladınızmı? Yəni o forun dəyişməsi buna bir etki eləmir. Və həmişə də J-nin sabit qalır, i-yə gedirik hər bir sütunun. Hər bir sütunun, yəni 0-dır deyək ki bu. J 0 iken buradakı sütununda i 0, i 1, i 2 bunların həmsini cəmini hesabladıq. Və ən sonda biz siyah cəmi verib bir də araya boşluq qoyuruq. Və yenə təkrardan gəlir. Bu dəfə 1-in və i-nin dəyişmiş qiymətlərinin hamısını bir-bir hesablayır. Yəni cəmi çıxışa verir. Məsələn, burada cəm 0-ın içində bərabərlədiyimiz üçün burada heç bir əlavə bir şey deməyə gərək yoxdur. Amma deyək ki, bunu əvvəldən bəlirlədik. Onda bura bir cəm 0-ı qoymaq lazımdır mütləq. Niyə soruşarsınız? Çünki biz burada gəldik bunları cəmlədə deyək ki. Amma əgər biz 0-a bərabər eləmədiyimiz zaman cəm eyni qalacaq, cəm dəyişməyəcək. Və məsələn burada neçə alıbsa onun cəmi tutacaq. Sonra bunun üstünə bir də bunların cəmini əlavə edəcək. İkinci sətrin cəmini əlavə edəcək. Ona görə əsas çox problem yaradır. Hətta göstərim onu. İndi bizdə bunun nə çıxışa verməlidir? Birinci 23 çıxışa verməlidir. Sonra 15, 12, 27 çıxışa verməlidir. Sonra 4, 10, 12. Yəni 23 çıxışa verəcək. Sonra 7, 14, 19, 14, 20, 34 durmalı təxminən deyəsən. Neysə.
Yəni bu ümumiyyətlə çıxışa verməlidir. Amma artıq biz burada cəmi sıfıra bərabər eləmədiyimiz zaman sadəcə bir dəfə sıfıra bərabər elədik. Yəni başda sıfır oldu. Sonra bu heç bir şəkildə resetlənmədən davam elədi də deyək ki. Burada bu yerini girək. 5-in 5-ə də və B-ni də girməmiz lazımdır ki, bilsin yəni neçə veririk. Orada bir array bəlirləməsi üçün. Siyahı cəmi, yəni normalda bunu çıxışa verməlidir. Amma gördüyünüz kimi birici 23 idi. Sonra 23-dən 27-nin bir də üstünə gəldi 50 elədi. Sonra 50-nin üstünə bir də 22 gəldi 72 gəldi. Çünki niyə? Biz cəmi resetləməmişik. Cəmi elə gedir, artır sürekli. Ona görə biz hər səfərində hər bir sütunun cəmini aldıqdan sonra, onu çıxışa verdikdən sonra o cəmi artıq sıfırlaya bilərik. Çünki artıq çıxışa vermişik də. Ona görə təkcə sıfırlayırıq və təkrardan baxırıq sıradakı bir sütuna və onun cəmini götürürük. Bura qədər problem varmı? Sual olan və s. Səs versəm yoxsa da yoxsa deyin ki, yəni bizim də, yoxsa belə sualı olan varmı ümumiyyətlə? Yoxdur müəllim. Yəni çox sağ olsun. İndi bu arraylərdə amma sortlamada bəzi problem yarana bilər. Sortlamada arraydə yoxlamamışam. Bir yerdən sonra o dediyim kimi, hani interaktiv arraylər deyirdim məsələn. Arraylər əlavə edici böyüyəndə ondan sonra bu arraylər çox istifadə eləmirəm. Şurada yazdım o zaman. Şurada özüm də bax. Hiç bunu yoxlayaq da nərə. Hadi çıxışa verməmizi istəyirəm. Məsələn. Diqqətli olun bu arada. Bu infinity təkədən burada məsələn bəzən i bərabər edirsən, kod çox qəribə yerlərə gedir. Özü də i ilə çox oxşar şey olduğu üçün bug'ın harda olduğunu tapa bilmirsən. Komplikasiya error da vermir axı ümumiyyətlə. 2 dənə belə həllləyəndə. Siyah deyək. Jeni. Yəni boşluq qoyduq. Yəni bu sadəcə basit bir çıxışa vermə kodudur. Yəni bunu desəm, yəni yenə gəlirik buradan təsirini almışdıq. Burada siyah veririk və bir dənə boşluq qoyuruq ki, yapışıq olmasın və hər bir sətirdən sonra da endline eləyirik ki, göstərik, biraz əvvəl eləmişdik, birləşmişdi hamısı. Onun kimi birləşməsin də, sətirlər ayrı-ayrı olsun. Deməli bir dənə burada sortlamağı denəyək. Məncə heç ümumiyyətlə belə sortlama olmurdu. Bunu bir şey qoymamız lazımdır. Baxın, aha. Belə olmayacaq. 2 dəyərlərdə ta ki, əgər məsələn belə yazsaq, biz özüm də yoxmuşum belə. Hə, bu oldu da. Gördüyünüz kimi, yəni sadəcə sətir-sətir sıralaya bilir də ümumiyyətlə bunları. Bunu 2 deyə vermişdik də. 3, 5, 6. Mesela sıradakı sətirlər eyni qalıb. 5, 6, 2, 5, 7. Elə 5, 6, 5, 7 sortlanmayıb da. Yəni sistem böyüyə düzülməyib. Amma birinci 3, 5, 6, 2, 7. Yəni bu sıralı deyil. Amma bunu sortlayıb. Əgər hamısını sortlamaq istəyirsinizsə bütün hamısını, onda şey deyə bilərsiniz. Bir for gedərsiniz bu şəkildə. O zaman yaxşı tərəf odur ki, yəni ümumiyyətlə özün praktik şeyləri çox rahat öyrənə bilirsən də. Və dalına fərqli kodlar yazsan, həta yersən, amma yavaş düzəldə, nə bilim, bəzi forumlardan da kömək ala bilərsən ümumiyyətlə. Bu kodla sırf kodlamaq üçün forumlar var. Sunflower falan var. Ümumiyyətlə araşdırsa görərsiniz. Forumu məsələn atırsınız, məsələn probleminiz olsa mənə də ata bilərsiniz. Əgər bir kodunuzda bir xəta varsa, baxaram, düzəldirəm. Amma yəni əgər istəyirsinizsə daha məsələn gələcək vaxtlarda özünüz artıq davam edinizdə forumlara da kömək ala bilərsiniz. Sonra atırsınız, məsələn başqa bilənlər varsa cavab yaza bilərlər. Yəni bu şəkildə nə deyirdim? Əgər hamısını sıralamaq istəyirsinizsə, yəni çox sən eləmirəm 2 dəyərək sıralamaq istəyirsən, amma belə lazım olsa deyək ki, yəni for götürərik. Hər səfərində deyək ki, sort hər bir sətri manual olaraq elə bir sıra sortlayırıq da belə. Yəni dediyim kimi,
Kodlama maraq tərəfi odur ki, özünüz belə test edib hər şeyi yoxlayıb görə bilirsiniz də yavaş-yavaş. Yəni çoxsan belə öyrənir. Yəni müəllim biraz göstərirsə, ondan sonra özün yavaş-yavaş işləyə-işləyə elə baqları düzəldir. Sən əsas elə baqları düzəldərkən sən hər şeyi çox şey öyrənirsən. Deməli, deyim, bura qədər problem varmı ümumiyyətlə? Yəni bu sort konusunda bütöv 2 dəyərə və ya itsə loopda. Xeyr. Deməli, başqa bir şey qaldı mı deyə düşünürəm hələ ki. Məncə yoxdur. Olsa da onu gəlin də sizə eləyərik. Burada yekunlaşdıran edərsin.